BA 608 olduğunu da görür. Dayənin ifadəsinə əsasən cinayətin törədilməsində şübhəli bilinən 2 nəfərin fotorobotları tərtib olunur və fotoşəkillər digər rayon, polis idarə, bölmə və şöbələrinə göndərilir. Avtomaşının tapılması ilə əlaqədar Dövlət Yol Polis İdarəsinə məlumat verilir. Əməliyyatçılar əvvəldən təxmin etmişdilər ki, maşındakı nömrə saxta ola bilər. Belə də olur. 4-cü günü Rəsul Mövsümovun dayısı polis idarəsinə gəlir və naməlum şəxslər tərəfindən bağlama aldığını bildirir. Onun danışdıqlarından valideynlərin nəyə görə polisə gəlmədikləri məlum olur. Səbəb cinayətkarların hədə qorxusuymuş. Onun sözlərinə görə telefonda cavan kişi səsi ilə danışan şəxs Xəqani küçəsində evlərinin yanındakı telefon aparatının üstündə ona çatacaq bir bağlama olduğunu deyib. Telefon aparatına yaxınlaşanda naməlum şəxsin dediyi kimi orada bir torba görüb. Özü ilə gətirdiyi polietilen torbanı hələ də açmadığını deyən Şahmar Mövsümovun iştirakı ilə torbaya baxış keçirilir. Torbada 2 ədəd boz rəngli əski, əzilmiş siqaret